Bir çox müsəlman Quran-ı Kərimi oxuyur, lakin görürsən ki, Quran-ı Kərimin tələblərindən insanlar qafildirlər. Hətta bu ibadət edən insanların içində də var. Lakin necə olmalıdır? Quran-ı Kərimi Allah Teala endirib, onu yaşamaq üçün, içində olanları yaşamaq üçün. Bəzi insanlar ölüləri oxuyurlar Quran-ı Kərimi. Bu xətadır. Allah Teala Yasin surəsində baxsaz, 70 və ya 71-ci ayədə Allah Teala deyir ki, Quran-ı Kərim diri olanları qorxuzasan deyə nazil eləmişik. Və diri olanları qorxuzmaq üçün gəlib Quran-ı Kərim. Quran-ı Kərim gözü görməyən, qulağı eşitməyən, dili danışmayan, qəlbi ölən, bütün bədəni sakit olan, yəni ölmüş insanlara aid deyil. Bütün əzaları canlı olan insanlara aiddir Quran-ı Kərim. Allah Teala deyir ki, Quran-ı Kərimdə وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرِ Biz Quranı asanlaşdırdıq yada salmaq üçün, yəni oxumaq üçün, içində olanları tədəbbür edib başa düşüb və əməl etmək üçün asanlaşdırdıq. Fəhəl min muddəkir, bax gör heç onu yada salan, əməl edən varmı? Ona görə bilmək lazım ki, Quran-ı Kərim bükülüb əskilərə, hündür yerlərə qoymaq üçün gəlməyib və ya onu and etmək üçün gəlməyib. Kimisə onun altından keçirmək üçün gəlməyib. Quran-ı Kərim içində olanları yaşamaqdan və əməl etməkdən ötürü gəlib.